bu günlər bəlkə mənim həmkarlarımın bu sözdən xoşum gəlməz, amma HR peşəsinə olmalı olacaq. Barmaqla sayılı qədər HR tanıyıram. Ona görə yox ki, kimsə pisdir, yaxşıdır, zəifdir, güclüdür. Ona görə ki, HR nadir peşələrdəndir ki, iki dənə tipli, ayrı-ayrı ziddiyyətli təfəkkür bir adamda olmalıdır. Bu da çox nadir insanlarda olur. Bu bir adam çox sistem qurucusu olmalıdır. Yəni bir şirkətə HR sistemini qurmalıdır. O demək sistemli təfəkkür, strukturlu təfəkkür, strategiya, xasiyyət, israrlılıq divarı yarmalıdır və keçməlidir. Yəni o bu maaş sisteminə nail olmalıdır, xidmət fəaliyyəti qiymətləndirmə sistemini yeritməlidir və s. Amma digər tərəfdən açıq qapı siyasəti real olmalıdır, emosional intellekt olmalıdır, kommunikasiya olmalıdır, anlaşma, empatiya. Həm israrlı olsun, həm empatik olsun, həm sistemli, strukturlu təfəkkür, həm emosional intellekt bu bir adamda çox az təsadüf edən xüsusiyyətdir ümumiyyətlə, təbiət olaraq, təbiət belə yaradıb. Və bu ikisinə cavab verənlər ancaq doğrudan da yerini bərkitmiş, çox uğurlu HR-lar ola bilər. Qalan halda ya sən məcbursan HR-ın kadr yolu ilə getməyə, əmək haqqı hesablamaq istiqaməti, ya da işə qəbul, kommunikasiya, təlim bu. Yəni seçməli olursan mütləq şəkildə öz təbiətinə uyğun.